Bəzi valideynlər sizin qəbunuza düşmək çətinlik çəkirlər. Bunu nəyə əsaslandırırsınız? Amma bunu da anlamaq lazımdır ki, bir pediatrın gün ərzində baxacağı xəstə maksimum 20 olması lazımdır. Və deyək ki, mən məsələn Azərbaycanda yaşadığım müddətcə ümumi baxdığım zaman 20 min fərqli ailəyə baxmışam, 20 min. Bu insanlardan sadəcə 100 dənəsi bir gündə qızdırsa, bunlara baxmaq demək olar ki, mümkün deyil. Təbii ki, biz nə deyirik? O zaman deyirik ki, baxın, mümkün qədər baxmağa çalışırıq. Və yaxud da köməkçilərimiz baxsın, bizə məlumat versin. Biz də onlara öz fikrimizi deyə sizə yazsınlar. Amma təəssüf ki, ailə mütləq deyir ki, özü görsün həkim, özü baxsın. Və yaxud da deyək ki, 5 dənə qızdırmalı uşaq gözləyir çöldə. Məni birinci salın qabağa, mənim uşağıma birinci baxın deyə. İşte bu tip problemlər olduğu zaman təbii ki, bizim işimiz insanları incitmək deyil, insanlara kömək eləməkdir. Amma nəticədə insanlar da elə bunu qəbul etsin ki, həkim otaqda bir dənə insana baxa bilər. Yəni hamını birinə alıb baxa bilməz, baxması mümkün deyil. 5 dənə qızdırmalı uşaq varsa, temperatur salınır, gözlənilir, sırayla baxıla bilər bunlar. Bu dünyada necədir bu işlər? Şimdi dünyada xəstə adətən xəstəxanaya gedir, həkim yanına getmir. Onun üçün də qızdırmalı uşağa təcil yardımda baxırlar deyək ki, məsələn, poliklinika xəstəsində poliklinikada baxırlar, infeksiyon xəstəyə infeksiyon şöbəsində baxırlar. Amma bizdə təəssüf belə bir yanaşma olmadığı üçün, xəstə həkimə gəldiyi üçün istəyir qızdırma olsun, istər su çiçəyi olsun, istər deyək göğüs qığı olsun. Bunlar hamısı bir anda istəyir ki, sən baxasan da və bunların da eyni anda, eyni şəkildə baxılması mümkün deyil. Bir-biri üçün təhlükəlidir çünki bunlar bir-birinə bulaşdırırlar xəstəlikləri. Və təəssüflər olsun ki, eyni zamanda bir çox xəstəyə baxa bilməyəcəyimizə görə və bir gündə baxa biləcəyimiz xəstə sayəsində məhdud olduğuna görə bu tip problemləri yaşayırıq. Amma dediyim kimi, bizim tək təməlimiz insanlara köməklik eləməkdir. Bəzən mənə bu sual soruşurlar ki, doktor, nə olar ki, 3 dənə də xəstə çox baxsanız da deyirəm ki, cavabım bu olur ki, siz nə işləyirsiniz məsələn? Deyir müəllim, neçə saat işləyirsiniz? 8 saat işləyirəm. Nə 24 saat işləmirsiniz? Siz də 24 saat işləyin misal üçün. Çünki bir insanın baxa biləcəyi işin yükü var, yəni qaldıra biləcəyi yük vardır. Davamlı daha çox xəstə baxdığımız zaman bizim də nəzərimizdən bir şeylər qaça bilər, gözümüzdən bir şey qaça bilər və bu insan bizdən fayda görməyə gəlmişkən zərər görə bilər. Bu baxımdan da yəni bunun maddi qazanc olaraq düşünmürük. O kapasite deyilən bir şey vardır, onu aşmamağa çalışırıq, amma mümkün qədər insanları da incitməməyə çalışırıq. Bütün xəstələrimdən xahişim budur. Təcili olmadığı zaman lütfən yazılıb gəlsinlər, yəni vaxt alıb gəlsinlər. Misal üçün, həqiqətən baxırsan 4 saat, 5 saat gözləyibdir, nə şikayətin var? Belə müayinə gəlmişik. Yəni bu biraz məntiqsiz bir şeydir. İkincisi, dediyimiz şeylərə qulaq assınlar. Məsələn, deyirsən ki, çöldə temperaturla bir uşaq gözləyir, misal olsun deyək ki, uşaq ağır deyil, qızdırma düşülüb gözləyə bilər deyək ki, məsələn. Deyirik ki, qızdırması salınsın, oturun, gözləyin, sırayla baxacağıq. Deyir ki, yox, mənim uşağıma qızdırmalı ola baxılsın, məsələn. Yəni bunu valideyn bilsin ki, qızdırma salıb baxmaqla, qızdırma baxma arasında bir fərq yoxdur bizim üçün. Üçüncüsü də nədir? Bizə bir şans versinlər ki, onlara köməkli eləyək. Təkrar edirəm, yəni mən 20-25 xəstədən çox baxa bilmərəm. Əgər bura 50 dənə qızdırmalı uşaq gəlibsə, mütləq mənim köməkçilərim olması lazımdır. Biz də köməkçi yanımıza alarkən hər zaman diqqətli oluruq ki, insanlara zərər verməyən, faydalı olan insanlara götürək yanımıza. Xahiş edirəm ki, bizə qulaq assınlar, köməkçilərimiz ən azından onlara bir dəyərləndirsin. Əgər o qədər tələsirlərsə, heç olmaz onlar da bizə məlumat verirlər ki, bəlkə xəstə budur, bu şikayəti vardır, siz nə tövsiyə edirsiniz və ya çox ağır olsa, mən özüm olsa gedib baxıram başqa yerdə uşaqlara. Və bərabər işləməmizə, yəni bərabər şəkildə xəstələrə köməkli eləməmizə şərait yaratsınlar valideynlər.